Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi mövzusunda D8 Media Forumunun iştirakçılarına müraciət edib. Müraciətdə qeyd olunur ki, forumun Bakıda ilk dəfə keçirilməsi mühüm hadisədir və Azərbaycanın D8-i üzvlüyü təşkilatın ilk genişlənmə qərarı olmaqla ölkəmizə olan etimadı göstərir. Prezident təşkilatın böyük iqtisadi potensialını, ortaq dəyərləri və 3 qitəni əhatə edən əməkdaşlıq imkanlarını vurğulayıb. Dövlət başçısı Azərbaycanın üzvlükdən sonra D8 çərçivəsində fəal təşəbbüslərlə çıxış etdiyini, QHT-lərin görüşü, iqlim və şəhərsalma mövzusunda dialoqun Bakıda təşkil edildiyini bildirib. O, enerji, nəqliyyat və kommunikasiya sahələrində qurulan tərəfdaşlıqların həm regional, həm də qlobal əməkdaşlığa töhfə verdiyini qeyd edib. Prezident media sahəsində dezinformasiya, saxta xəbərlər və süni intellektdən sui-istifadə kimi çağırışların artdığını vurğulayaraq, D8 Media Forumun məqsədinin etibarlı, obyektiv informasiya mühitinin qurulması olduğunu deyib. Azərbaycanın media savadlılığı, peşəkarlığın artırılması və ortaq informasiya platformalarının yaradılması istiqamətində təşəbbüslərdən danışan Prezident, forumun ölkələr arasında etimadın, həmrəyliyin və informasiya təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Rəna Rövşənqızı, BTV.